Bu Wi-Fi'dir. Bu isə Li-Fi'dir. Bəs səncə fərq nədədir? Wi-Fi interneti radio dalğaları vasitəsilə ötürür. Ona görə siqnal divarlardan keçə bilir. Li-Fi isə məlumatları işıq vasitəsilə ötürür. İşıq olmadıqda və ya qarşısı bağlandıqda əlaqə kəsilə bilər. Bu SSD-dir. Bu isə HDD-dir. Bəs səncə fərq nədədir? SSD kompüterdə faylları, oyunları və proqramları saxlayan yaddaş qurğusudur. Onun daxilində hərəkət edən hissələr olmadığı üçün daha sürətli və səssiz işləyir. HDD-də faylları, oyunları və proqramları saxlamaq üçün istifadə olunur. Onun daxilində fırlanan disklər olduğu üçün adətən SSD-dən daha yavaş işləyir. Bu informasiya texnologiyalarıdır. Bu isə informasiya təhlükəsizliyidir. Bəs səncə fərq nədədir? İnformasiya texnologiyaları kompüterlərin, proqramların və şəbəkələrin qurulması və işləməsi ilə məşğul olur. Bu sahənin məqsədi texnologiyanın düzgün işləməsini təmin etməkdir. İnformasiya təhlükəsizliyi isə məlumatları və sistemləri oğurluqdan, viruslardan və hücumlardan qoruyur. Bu sahənin məqsədi məlumatların təhlükəsiz qalmasını təmin etməkdir. Fərqi bildin? Onda növbəti fərqdə görüşərik.